Əhval-ruhiyyə çox çətin məsələdir. Hərdən yaxşı olur, hərdən də lap pis. Payızın gəlişi ilə Varaşın əhval-ruhiyyəsi yavaş-yavaş korlanmağa başlayırdı. O öz əhval-ruhiyyəsini yüksəltmək üçün bir müddət gəzinməyə qərar verdi. Bura, tez ol, bura gəl. Qaçıram, gəlirəm. İndi isə bu tərəfə. Yox, indi də bu tərəfə. Gəlirəm. Əladır. Yaxşı isinmək lazımdır ki, bütün qışa yetsin. Bəs birdən çatmasa? Bu barədə düşünməyək. Baraş, çəkil, günün qabağını tutursan. Onsuz da bugünə yağış deyiblər. Qalxırıq, günəş gedir. Bura gəlin, günəş bura düşür. Faydası yoxdur. Yay qurtarıb. Axı biz isinməyə macal tapmadıq. Təəssüf, nəsə bir söz deməyə keyfim yoxdur. Oy baykuşun yanına gedim, çay içim, bəlkə kömək edər. Ay səni. Çiçək, ağ çiçəyim. Ömrümə bəzək, ağ. Yaxşı olar ki, bir də cəhd eləyək. İndi kefin yüksələcək. Əhvalı necədir? Yüksəldi. İndi isə nane ilə qızıl ağac çiçəyini yoxlayaq. Ekskluziv. Axır ki, tapdım. Daha yerim yoxdur. Sənin əhval-ruhiyyən necə də pisdir. Düzəlmir ki, düzəlmir. Belə davranış üçün mənfi 1 alırsan. Tapdım. Mən sənə balıq yağı verərəm. Bu kefini qaldıracaq. Mən onsuz da özümü balıq kimi hiss edirəm. Hər yer nəmdir, dumandır. Birazca gün olsaydı. Səndə günəşə bənzər nəsə var. Hardasa günəş saati var idi, amma o günəşsiz işləmir. Baraş fikirləşirdi ki, onun əhvalı yəqin bir də yazda düzələcək. Axı payızda və qışda günəş şüaları elə az olur ki, heç əməlli isinə də bilmirsən. Günəş ola bilməz. Vera,
Yəni yuxarı. Optimaldır. Yaxşı isidir. Mən meşə gülə meyvələrindən yaxşı çay dəmləmişəm. Bu ətir insanı isidir və sanki yay təəssüratı yaradır. Müsbət 5. İsidir. Elədir. Elə bil əsl yaydır. Dostlar çətrin altında dayanıb, necə qızındıqlarını hiss etdilər. Və onlar əmin idilər ki, bu isti onlara hələ uzun müddət, ən azından növbəti yaya kimi bəs edəcək.